Salam, adım Məhəmməddir, 23 yaşım var. Hal-hazırda İtaliyada, Romada, La Sapienza Universitetində təhsil alıram, mühəndislik üzrə. Bakıda isə neft-qaz mühəndisliyini bitirmişəm. Bura gələndən sonra təqaüd aldım və təqaüd ilə Cənubi Amerikaya səyahət eləmək istədim. Çiliyə, Peru, Venezuela və digər bəzi Cənubi Amerika ölkələrini gəzdim. Bundan sonra Peruya çatarkən aeroporta taksi tutdum və həmin taksi sürücüsünə dedim ki, bəs bir universitet var, oraya getməliyik. Düzün dediyim, həmin ölkədə bir qız ilə tanış olmuşdum. Həmin qızın qarşılamaya gedərkən indi əlimdə olan bütün çamadanla zadla getməliydim. Ona görə universitet çatarkən taksi sürücüsünə məcbur deməli oldum ki, gözləsin məni. Çünki çamadanla mən girə bilməzdim içəri. Təxminən bir 10 dəqiqə, 12 dəqiqə keçdi. Qayıdarkən geri gördüm ki, taksi sürücüsü yox idi. Qısacası bütün paltarlarım, dokumentlərim, Schengen vizası kimi ilə oturum izni bir kartım vardı, o da uğurlanmışdı. Çox şey var idi içəridə, kompüter, hamısı. Qısacası beləcə ilişdim, qaldım orada. Təxminən bu hadise noyabr ayının 13-də oldu, 2015-ci il. Axşam elə Fransada terror olan vaxt idi. Mən də həmin gün elə oradaydım, Parisdə. Qısacası təxminən fevral ayının 13-cü mən qayıtmalıydım geriyə. Əslində məndə 40 günlük bilet idi. Lakin KLM şirkəti köməkli edərək onu fevralın 13-də dəyişdirdilər. Çünki polisə olan reportum var idi, mən də denons eləmişdim. Uğurlanandan sonra sözsüz ki, birinci getdim polisə. Polisdə report oldu. Polis mənə daha sonra aeroportun orada polis şirkəti var, oraya yolladı. Orada da həmin o olan şirkəti var, həmin o aeroportun əsas təhlükəsizlik xidməti. Onlar kamera vasitəsilə baxdılar. Baxıldı və həqiqətən göründü ki, mən həmin zonadan, həmin taksidən çıxmışam. Lakin kamera ilə baxarkən, kameranın megapikseli o qədər də yaxşı olmadığına görə axşam vaxtı idi, saat 10 idi. Qaranlıq idi, ona görə nömrəni görə bilmədilər. Qısacası üstündən bir 3 gün, 4 gün keçdi. O ki, mənə Latina kanalı var, Perunun rəsmi kanaldan mənə zəng olundu ki, bəs gəl səninlə video müsahibə aparmaq istəyirik. Mən də getdim kanala. Kanala getdim, ondan sonra başqa digər 2 kanal da çağırdı. Sabahsı gün mənə oranın nəqliyyat şirkəti, Nəqliyyat Nazirliyi tərəfindən mənə rəsmi olaraq deyildi ki, bəs sabahları sən aeroportun çıxışında canlı olaraq videoda olacaqsan, canlı çəkiliş olacaq. Mən də saat 7-də oradaydım, aeroportun çıxışında. Hətta o ilə bağlı videolar da var. Qısacası aeroportda çıxdım, danışdım orada. Eligió nuestro país para hacer turismo y terminó sin maleta. Para regresar a Europa, sin ese permiso no puede regresar a Europa. El joven fue asaltado cuando llegó al Perú de Italia. Yo cuando yo tomé ese taxi, yo le dije primero que vamos a Tomás Valle. Daha sonra üstündən bir 4 gün, 5 gün keçdi həmin videodan sonra. Bir dənə anonim zəng oldu. Anonim zəng Latina kanalına zəng eləyib. Yəni həmin o bizdəki məsələn ASTV kimi, onlarda da Latina ən əsas kanal sayılır. Ora zəng olundu. Latina kanalından da mənə zəng olundu ki, bəs həmin adamla bağlı zəng olub adını deyiblər. Həmin adamın şəklini tapıblar Facebook vasitəsilə. Mən də getdim, amma o falşiv bir adı idi. Düzgün ad deyildi. Yanlış adı idi. Amma həmin adı tapanda gördüm ki, şəkilləri çıxıb orada. Əvvəl baxdım, tanımadım oğlanı. Çünki oğlan mənimlə olanda taksidə açıqı ilə idi. Oradakı şəkilləri isə açıqsız idi. Daha sonra çevirəndə bir də gördüm, bir dənə açıqlı şəkil görsəndi. Tanıdım sırası. Dedim ki, bu oğlandır. Polis özü həmin adamı axtarışa verdi. Görsün ki, bəs həmin o Chevrolet ilə qara maşın çıxır onun adında, ya yox. Göründü ki, həqiqətən də çıxır. Beləcə tapıldı o adam. Bununla da məhkəmə prosesi başladı. Lakin problem əsas itirilən əşyalarda deyildi. Problem mənim o uğurlanan sənədim var idi ki,
oturum izni kartım. O ilə mən Avropaya qayıda bilmirdim. Ona görə təxminən fevral ayında gözləməli oldum. Biletim də onunla batdı. Qaldım orada. Üstündən mən də biletin vaxtı keçdiyinə görə mən orada rəsmi olaraq illegal idim və heç bir sənəd işləri görə bilmirdim. İtaliya səfirinə getdim. Peru'dakı İtaliya səfirinə. Onlar da mənə heç bir kömək eləyə bilməyəcəyini dedi. Nəyə görə? Çünki mən tələbəyim İtaliyada və tələbə vizasını mənə verə bilməzlər. Onların edə biləcəyi iş ancaq Peru vətəndaşları, bir də İtalyan vətəndaşları ilə eləyə bilərlər. Amma əslində ixtiyarları var idi, eləyə bilərdilər. Lakin gərək hər hansısa bir məktub olsun, not olsun. Bu işimdə heç bir eləmirdi. Üstündən bir 4 aya yaxın vaxt keçdi. 4 aya yaxın vaxt keçdi ki, mən hələ də heç nə eləyə bilmirdim. Heç kim heç nə eləmirdi. 4 ay müddətində mən əvvəl deyim ki, 1 aylıq tutmuşdum ev. Daha sonra o ki, tanış olduğum qızın ailəsi mənim hadisəmi bildi. Başladım onların evlərində qalmağa. Düzdür, indi mən də ailədən mənə gəlir, pul yollanılırdı, amma istənilən halda məndə əşyaların hamısının itməsi, paltarsız qalmağım hamısı vəziyyətimi çox çətinləşdirmişdi. Ailəmdə heç kim bilmirdi, mən də heç kimi deməmişdim. Deməmin səbəbi o idi ki, onlar hamısı uzaqdadırlar bu dəqiqə. Mən bunları desəm onlara narahat olacaqlar ki, bunlar Bakıdadır, mən də dünyanın o biri başındayım. Heç bir şey eləyə bilməzlər. Qısacası, məni də orada Türk kimi tanıyırlar, çünki Azərbaycan haqqında məlumatları yoxdur. Ona görə də ancaq Türk kimi tanıyırlar. Üstündən dediyim kimi, fevral ayının axırı idi, yaxud martı idi, dəqiq bilmirəm vaxtı. Türkiyənin prezidenti gəldi ora, Erdoğan. Mən də bunu bilmirdim. Perudakı vətəndaşlar, yəni qaldığım ailədə adamlar dedilər ki, bəs sənin ölkənin prezidenti gəlir. Əslində mən fikirləşdim ki, sənin ölkənin prezidenti deyəndə yəqin mənim ölkəm deyəndə İlham Əliyev nəzərdə tutulur, amma başa düşdüm sonra ki, İlham Əliyev yox, bəs Türkiyənin prezidentidir. Bundan sonra getdim mən həmin o saray kimi bir yer var, onun yanında park var. Haradakı rəsmi səfərə gəlmişlərdi, onun prezidenti ilə. Parkın da ətrafında türklərin axıranları var idi. Sırazı onları tapdım, danışdım məsələni onlara. Sağ olsunlar mənə dedilər ki, bəs sabahları Swiss otelə gələrsən saat 10-da. Mən də saat 10-dan 12 kimi orada gözlədim. Daha sonra mənə dedilər ki, bəs 4-cü mərtəbəyə qalx. Hansı ki, Türkiyənin prezidenti, yoldaşı, hamısı oradaydılar. Həmin ərazidə idilər və səhər yeməyi yedilər. Mən də qalxdım, qıraqda gözləyirdim. Təsadüfən Erdoğanın yoldaşı çıxdı. Refleks olaraq oldu bu. Məni gördü və Beyçədən soruşdu ki, bəs bu uşaq kimdir? Çünki bura elə bir zonadır ki, ancaq türklər ola bilər orada. Mən də yaxınlaşdım, biraz cəsarət elədim ki, bəs bir şey danışmaq istəyirəm. Danışdım və mənə də qulaq asdı. Daha sonra məni içəri dəvət elədi ki, bəs mən də oturum onlarla. Oturdum, prezidenti də gördüm, salamlaşdım. Məsələni izah elədim. Əslində prezident mənə dedi ki, düzdür, mən deyəndə ki, bəs mənə ehtiyacım olan şey ancaq əşyalarımı qaytarılmadır. Mən bura gəlməmişəm ki, siz mənə maddi kömək eləyəsiniz. Mənə sadəcə lazım ki, mən əşyalarımı qaytarasın, bir də ki, qayıdım geri. Erdoğan da mənə dedi ki, bəs mənim ixtiyarım yoxdur burada hər hansı bir nəsə bir iş görüm. Sadəcə oran mən sənə köməkli elə biləm ki, bəs maddi olaraq sənə köməkli olsun. Qalasan burada bir müddət. 14 gün mənim oteldə qaldım. 14 gün qaldım oteldə. Bəs səfiri ilə danışılsın, mənim bu sənəd işimi həll eləsin. Çünki Cənubi Amerikada ümumiyyətlə, səfir eləməsə Kolumbiyanın çıxmaq şərtində, dəqiq bilmirəm, Kolumbiyada ola bilərsə, Azərbaycan səfirliyi yoxdur. Var idi, konsulluqdan kiçik bir şöbə var. Konsulluq dedi, konsulluqdan da kiçik bir şöbədir. Onlarda heç bir ixtiyarları yoxdur. Ancaq Meksika səfiri eləyə bilər. Meksikada çox uzaqdır oradan. Meksikada bizim səfirlik var. Bəxtimdən də oldu ki, pasportum üstümdə idi. Pasport məndə qalmışdı. Qısacası, bundan sonra da Erdoğan, Türkiyənin prezidenti, Perudakı Türkiyə səfiri ilə danışdı. Yəni, onlara belə deyək də,
bildirdi ki, bəs mənim işimi həll olunsun sənədlə bağlı. Onlar da Xarici İşlər Nazirliyinə not yolladı, Perudakı Xarici İşlər Nazirliyinə. Bu məsələ izah olunandan sonra məndə də ki, polislə bağlı report var idi. O da onlara çatdırıldı. Bu ilə də həmin iş başlandı. Bu ki, Xarici İşlər Nazirliyinin beynəlxalq şöbəsinə, əlaqələrinə, ora o sənəd gedib çatandan sonra onlar istənilən halda İtaliya səfirliyinə danışa bilərdilər. Belə olan halda onlar İtaliya səfirliyinə not yolladı. Əslində İtaliya səfirliyi, daha doğrusu İtaliya səfirliyinə bildirilən o idi ki, bəs İtaliyadakı, Romadakı miqrasiya xidmətinin danışıb mənim permesso soggiornumu yollasınlar ora. Bunu eləmədilər. Dedilər ki, bu uzun çəkəcək. Ən yaxşısı odur ki, bəs biz sənə viza verək, geri qayıtmaq vizası. Halbuki mən gedəndə mənə dedilər ki, biz verə bilmərik. Əslində amma sonradan verdilər. Dedilər ki, bəs iyul ayının 1 ilə 5 arası. Mama Gül bilirdi ki, mən əslində Perudayam. Mama bilirdi, amma bilmirdi ki, mənim bu hadisə başıma gəldi. Və hətta gedməmişdən qabaqda Mama Gülə demişdim ki, bəs mən stipendiya almışam, gedirəm ora. Mən açıb deyə bilmirdim Mamaya ki, bəs ilişib qalmışam burada. Başa desəm ki, ilişib qalmışam burada, orada başlayacaq fikirləşməyə ki, bəs nə olub, nə başa gəldi. Ona görə mən onlara demək istəmədim. Lap axırdan axıra bilet məsələsi ki, gəldi. Məcbur idim daimlə əlaqə saxlamağa. Daima da deyə bilmirdim. Utanırdım çünki həqiqətən utanırdım. Məcbur qaldım. Onun bir yaxın dostu var. Onunla əlaqə saxladım. Adil Əliyev, millət vəkili Adil Əliyev, onunla danışdım. Facebook üzərindən onunla əlaqə saxladım. O da həmin gün axşamı daimlə əlaqə saxladı. Sabahsı gün biletimi aldılar. Mən də Romaya qayıda bildim. Mən şəxsən bu Türkiyə prezidentinin yanına gedərkən orada polis amiri var idi Türklərin. O şəxsən mənim kağızıma baxdı. Düzdür, İspan dilini bilmirlər onlar, amma apardı, göstərdi Perunun polis amirinə ki, bəs baxsın buna. Baxdı, dedi ki, bəs bunu məhkəmə eləməlidir. Bizim ixtiyarımız yoxdur. Mən dedim ki, bəs mən əşyalarıma necə qayıt tələb edirəm? Çünki məhkəmə oldu. Məhkəmə oldu və məhkəmədə oğlan mənim ancaq kompüterime geri gətirdi. Halbuki kompüterdə 100% yazılmışdı, zayatkası gətirib. Təkcə kompüterim gətirildi, başqa heç bir şey verilmədi mənə. Əşya, paltarların hamısı oğurlandı, sənədlərin hamısı getdi, diplom oğurlandı. Hətta kamera, telefon, hamısı içəridə idi, getdi. Mən də heç bir şey eləyə bilmədim. Belə. Biletimi aldılar, ayın 3-ü idi, ya 2-si idi, səhv eləmirəmsə, iyul ayının 3-ü, ya 2-si alındı. Mən də ayın 5-i bura Romaya çatdım. Hal-hazırda məndə 7 imtahan qalıb. İndi ayın 4-cü gün məndə növbəti imtahandır. Həmin imtahanı verəndən sonra çox sərbəst olacam, rahat olacam. İnşallah yanvar ayında 3 dənə imtahan birdən verməyə planlaşdırıram. Yəni bacararam. Yanvar ayında 3 dənə imtahan verəcəm. O ilə də məncə marta qədər mən imtahanları bitirə bilərəm. Lap maksimum aprelə qədər. Fikirləşirəm ki, bitirə bilərəm. Onunla da belə tez işimə başlayıram. Bitirəndən sonra da inşallah əslində 2 dənə ideyam var. Bakıya qayıtma düşüncəm yoxdur, onu konkret olaraq deyim. Amma 2 düşüncəm var. Biri ola bilsin ki, Madriddə yaşamaq. Digər biri isə ki, Cənubi Amerikaya yerindən qayıtmaq. Çünki səbəb ondadır ki, mənim orada istədiyim bir qız var. Bunu da açıq şəkildə deyirəm. Ona görə də istərsəm mənə itələyəcək ki, gedim, o hisslər mənə itələyəcək ki, gedim Cənubi Amerikaya. İndidən mən dəqiq deyə bilmərəm, amma böyük ehtimalla yəni hardasa bir 80% mən Cənubi Amerikaya geri qayıtacağam. Orada, hətta onu da deyim ki, orada olduğum müddətdə neft şirkəti üzrə maraqlandım və təxminən bir 33 gün, 34 gün, 40 günə yaxın mən orada internship keçdim. Ona görə fikirləşdim ki, balansında olan İspan dili, İtalyan dili, İngilis dili, Rus dili, bunlar mənə çox kömək edəcək ki, mən orada neft şirkətinə daxil ola bilim.